Peyğəmbərimiz 10 dənə şərt sayır. Birincisi odur ki, Allahı qəbul etdiniz, amma bəndəçilik eləmədiniz Allaha. Qur'anı qəbul elədiniz, Qur'anın əmrlərinə itaət eləmədiniz. Peyğəmbəri qəbul elədiniz, amma əhl-i beytinə qarşı ədalətsiz oldunuz. Bildiniz şeytan düşməndir, amma onun istəkləri ilə oturdunuz. Cənnətə həvəsiniz oldu, amma onun üçün cəhd eləmədiniz. Cəhənnəmdən qorxdunuz, amma günahdan qaçmadınız. Dünyaya bildiniz ki, bel bağlamaq olmaz. Amma var dövləti sevdiniz. Və ölümü bildiniz, amma hazırlaşmadınız. Cəmaatda eyib axtardınız, amma öz eybinizə baxmadınız. Və sonuncu və o təsirli notlarla qutaran ki, 10-uncusu budur ki, getdiniz onu bunu dəfn elədiniz, amma ibrət götürmədiniz.